xəyanətə bir evli qadın olaraq və bir bloger xanım olaraq necə baxırsan, necə yanaşırsan? Bağışlamaq düzgündürmü, yoxsa yox? İlk öncə oradan başlayayım. Aramızda belə mövzu olmayıb heç bir zaman. Allaha and olsun. Yəni inanın səmimiyyətimə heç bir zaman olmayıb. Çünki 7-24 saat Emil məni gözünün o tərəfə qoymur. Hər saniyə, hər yerdə yanımdadır. Çünki mən də o yanımda olduğu üçün artıq ona ehtiyac yoxdur nəsə elə bir söz deməyə. İkincisi də özü də elə bir tip insan deyil. Artıq o özünə bəlli bir qiyməti verir. Düşünür ki, mən bunu eləsəm, özümə görə yox, yoldaşım da ortada. Həm də sevgi yəni mən düşünürəm ki, xəyanət eləyən kişi nəfsinə sahib çıxmayan bir kişidir və qadınını sevmir. Sevən insan xəyanət eləməz. Və mənə xəyanət eləsə, həyatı boyu onu bağışlamaram və o kitabı da bağlayaram. Ölsəm də dərdimdən, sevsəm də onu. Baxmayaraq ki, 2 uşaq var, ailə var. Onların, yəni uşaqlara da canım qurban, onlar da mənim balamdır, onun da balası da təbii ki, amma övladlarını sevən, ailəsinə qiymət verən, hörmət edən kişi qadınına xəyanət eləməz və deyirəm, bunda nöqtəsini qoyuram. Və mənə elə gəlir ki, məhz hisslər, təmiz hisslər, həqiqi sevgi olan yerdə onu bağışlamaq daha çətin olur. Bəli. Məncə, yəni sevgi olmadığı müddətdə güvən itir, güvən itər. Bəli. Güvən olmayan evdə nə ruzi olar, nə bərəkət olar, nə sevgi, nə sayğı, heç bir şey. Heç bir şey. Əgər ki o da olsa, istər-istəməz artıq şübhələr başlayacaq. Evdə hər kişinin addımından bir söz-söhbət çıxacaq. Evdə qırğınlar olacaq, davalar olacaq. Nə ruzi olacaq, nə bərəkət, nə də ki o evdə belə istilik. Heç bir şey olmayacaq. Ona görə ən gözəl də elə bağlansın.